Esselamu Aleyküm ve Rahmetullah Barakatuhu değerli izleyiciler, sizleri hoş gördük. Değerli izleyiciler, siz bildiğinizə görə mən son vaxtlar öz kanalımda arıçılıq barəsində bir neçə video çəkib sinə paylaşmışam. Orada arıların daşınması, arıların yerləşdirilməsi və arıların balını süzməsi. Biz daha doğrusu arıçılar bu gördüğünüz şanını bal orada elde etmek için bunun bu üst təbəqə qabığını soyurdular və bir qaba boşaldırdılar. Və bu məni doğrusu bu etdiyi bu əməl mənim diqqətimi cəlb elədi. Və onlardan soruşdum, arıçılardan soruşdum ki, bu nədir, niyə biz onu qaba tökürük və bunun adı nə? Onlar dedilər ki, Zabrus. Soruşdum, bəs siz bu Zabrusu nə edirsiniz? Onlar dedilər ki, biz bunu arılarımıza yedizdiririk. Və mən bunun dadına baxdım, çox qəşəngdir. Həm çeynirsən, həm belə saqqız kimi, həm dadlıdır. Yəni ki, diqqətimi cəlb elədi. Və mən daha doğrusu biz YouTube'da araşdırdıq. Yazdıq Zabrus, videolar qarşımıza videolar gəldi, amma çox təəssüflər ki, Azərbaycanca videolar çıxmadı. Yalnız Rusça, yəni Rus dilində. Və orada kim Rusça bilirsə, araşdırsa, yəni məlumat ala bilər. Orada Zabrusa aid çoxlu videolar var və onun faydaları, onun xeyri, ondan tərkibində olan deməli, dəlizə mən də qərara gəldim ki, sizlər üçün və özüm üçün və sizlər üçün araşdırım, video çəkim, sizinlə paylaşım. Dəyərli izləyicilər, video demək Zabrus nədir? Zabrus, bu gördüyünüz bu Zabrus hələ qablara tökülməyib. Deməli, dəyərli Zabrus nədir? Zabrus möhürlənmiş arı şarınlarının yuxarı hissəsinin kəsilməsinə deyilir. Deməli, dəyərli izləyicilər, biz arıçılar, yəni arıçılar Zabrusu balı əldə etmək üçün bunun qabığını soyurlar. Yəni dediyim kimi Zabrusdur. Və bunu deməli dəyərli izləyicilər, əsas məsələ dedim, əsas şey demədim sizə. Deməli Zabrus arı ki öz çıxır çiçəklərdən nektarı gətirir hansı bu şanın içinə, gördüyünüz bu dənəciklərin içinə yığır və bir də ona xatırladım ki sizə bal arı deməli bal yetişməmiş arılar onu peçatlamırlar, yəni möhürləmirlər və bu dənəciklər tam bal yığılandan sonra bunu arılar möhürləyirlər, yəni mumyalayırlar və mumlayandan sonra bu yəni bu arı bal toxunmaz olur. Onlar üçün toxunmaz olur. Mənim dəyərli izləyicilər, burada düzü yazmışam, unutmamaq üçün yazmışam ki, mən həm sizə deyim, həm də özüm unutmayım. Deməli, Zabrusun tərkibində nə var dəyərli izləyicilər? A vitamini, B qrup vitaminləri, deməli D, Y və çoxlu vitaminlər var. Deməli, dəyərli izləyicilər, bu Zabrusun özü nədən ibarətdir? Deməli, burada nə var? Çiçək tozu, mum, güləm və arı südü. Sonra dəyərli izləyicilər, heç nə unutmayın. Deməli, dəyərli izləyicilər, burada əsas məsələ odur ki, Zabrusun faydaları. Zabrusun faydaları nədir? İmmuniteti gücləndirir, soyuq dəyməni aradan qaldırır, diş ətini möhkəmləndirir, ağız və burun və qıtlaq yollarını təmizləyir və allergiyanı aradan qaldırır. Deməli, dəyərli, bunu necə istifadə olunur? Gündə 2 dəfə, hər dəfə bir qaşıq ağzınıza götürürsünüz və yemirsiniz. 15 dəqiqə çeynəyirsiniz, sonra istəsəniz onu ağzınızdan yəni atırsınız. Dəyərli izləyicilər, bu Zabrusdur. Yəni qablaşdırılmış Zabrusdur. Siz elə bilməyin ki, öz istəmirsən Zabrus adxod bir şey. Fikir verin, baldır. Çünki bal hüngür olduğuna görə aşağı yatıb, amma Zabrusun özü yuxarı qalxıb.
Bax, belə dəyərli izləyicilər. Yəni ki, həqiqətən Zabusa çoxlu faydalı var. Bunu biz belə köhnə dədə-baba yoluna bağlamışıq. Gündə 2 dəfə, hər dəfə 1 çay qaşığı, amma bir şey var ki, istəsəniz bunu belə tərsinə qoyursunuz, bir yarım saat özü yatır aşağı və yaxud da istəmirsinizsə vaxt geçsin, qaçırsınız ağzını qəşəng qarışdırırsınız, yeyirsiniz. Yəni deyirəm dəyərli izləyicilər, siz bunu çox yəni ki, zəif bilməyin. Yəni baldan heç də zəif deyil. Fikir verin, bax bu qaydadır. Bax bu Zabrusdur. Sadəcə biz bunu qablaşdırmamışıq. Amma deyirəm çox faydalı. Əsas asma xəstəliyinə çox xeyri var. Deməli dəyərli izləyicilər, İnşallah mən bu şanını doğrayım. İnşallah bizə şanlı da olur. Allahın iznə kim istəsə videomda İnşallah biz öz mobil telefon nömrəsini orada qoyacağıq. Burada 2-3 dənə sim var. Biz bunu elə doğramalıyıq ki, simə toxunmayaq. Bir simi keçdik. Elhamdülillah. Bax, belə dəyərli izləyicilər. Çox möhtəşəm. Yəni, həqiqətən çox möhtəşəm, gözəl. İnşallah kimə lazım olsa videoların altında, orada ekranda siz görəcəksiniz. Bax, belə dəyərli izləyicilər. Gözəl. Bu qədər dəyərli izləyicilər. Sağlamımız faydalı və gözəl. Allah'a emanet olun. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu.